Salamlar değerli izleyicilerim. Hər birinizi xoş gördüm. Əziz şagirdlərim, buradan hər birinizi salamlayıram. Hər birinizə sevgilərimi göndərirəm. Xüsusilə də bugünkü izləyicilərim Nəsibə Camalova qızımıza salamlar. Hacıyeva Səkinə qızıma salamlar. Sevinç İsmailzadə qızımıza salamlar. Hər zamanki izləyicim Ayşə Laçınovaya salamlar buradan. Əhmədova Fatimə qızımıza və Zeynəb Hamedova qızımıza salamlar. Bu iki ad birlikdə qeyd edilmişdi səhv eləmirəmsə. Aysu balamıza salamlar və Uğur Zeynalov balamıza salamlarımı göndərirəm buradan. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, hər birinizin adını yaza bilmişəm. Çox tələsik formada güclə bir balaca vaxt tapıb bu videonu çəkirəm sizlər üçün. Ancaq irəli gedin. Hər birinizə uğurlar arzulayıram. Gəlin dərsimizə keçək. Bugün mövzumuz yenə canımız, ciğerimiz Azərbaycan haqqındadır, ölkəmiz haqqındadır. Diqqətli şəkildə qulaq asmalıyıq və ən xırda nöqtəsinə qədər öyrənməliyik bunu. Azərbaycanda iqlim necədir? Gəlin görək necədir. Azərbaycan ərazisi Şimali yarımkürəsinin orta enliklərində yerləşir, yəni mülayim enlikdə. Coğrafi mövqeyi ölkənin bol günəş enerjisi almasına səbəb olur. Azərbaycan əsasən quraq və mülayim iqlim qurşaqlarında yerləşir. Bax, bu sözlərə diqqətlə qulaq asın. Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir? Quraq və mülayim iqlim qurşaqlarında yerləşir. Bunu iqlim xəritəsinə əsasən də deyə bilərik ki, Azərbaycan həmin iqlim qurşaqlarının kəsişdiyi nöqtədə yerləşir. Gördüyünüz kimi Xəzərin solunda və bu iki iqlim qurşağının kəsişməsində yerləşir. Ona görə həm quraq, həm mülayim iqlim qurşağının kəsişməsində yerləşir. Hər ikisinə aiddir. Yəni, ölkəmizin ərazisində həm də Xəzər dənizinin sahillərində yerləşməsində müxtəlif istiqamətlərdən daxil olan hava kütlələri və relyef fərqləri onun iqliminin formalaşmasında mühüm rol oynayır. Bax, bu sözü də diqqətlə qulaq asın. Deməli, Azərbaycanın iqliminin formalaşmasına yalnız iqlim qurşaqları yox, əraziyə daxil olan hava kütlələri, relyef və Xəzər dənizinin sahilində yerləşməsi. Xəzər dənizinin ölkəmizin iqliminin formalaşmasında böyük təsir var. İqlimin mülayimləşməsinə səbəb olur və ona görə də əgər Xəzər dənizi sahilində yerləşməsəydi, ölkəmizin iqlimi daha çox kontinental olardı. Yəni yay həddindən artıq isti, qış isə çox soyuq olardı, sərt soyuq olardı. Bunu bir dəfə də izah etmişdim. Deməli, ölkəmizin ərazisində nələr təsirlədir uşaqlar? Xəzər dənizinin sahilində yerləşməsi, yəni Xəzər dənizi ölkəmizə daxil olan müxtəlif hava kütlələridir və eləcə də Azərbaycanın relyefi də, məsəl üçün Böyük Qafqaz dağları ölkəmizdə elə yerləşir ki, yenə qələmimi götürəmədim. Bax, bu hissə Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını kəsir. Məsəl üçün, yəni dağlarımızın qoruyucu mövqeyi bizim iqlimimizin formalaşmasına da təsir eləyir. Təbii ki, müsbət təsir göstərir. Bütün bu amillər ölkədə 4 əsas iqlim tipinin yaranmasına səbəb olur. Mütləq bunları diqqətli şəkildə qulaq asmalıyıq və öyrənməliyik. Çox önəmli. Hətta qəbul səviyyəsində önəmlidir. Qəbula belə bu suallardan düşür. İndi gəliblər 7-ci sinifə salıblar gətirib. Yəni görün siz nələr öyrənməlisiniz. Əslində çətin bir şey deyil, ancaq çox önəmli bir mövzudur uşaqlar. Deməli, hansı iqlim tipləri var? Gəlin onlara tanış olaq. Deməli, birinci yarım səhra quru çöldən danışacağıq. Respublikamızın ərazisində ən geniş sahə tutan, 50% sahəni tutan yarım səhra quru çöl iqlimidir. Hansı ərazilərə əhatə edir? Xəzər dənizindən 600-800 metr hündürlüyə qədər yayılmışdır. Yenə qələmimi götürə bilmirəm. Əsasən Küraraz ovalığı, Abşeron yarımadası, Samur Dəvəçi ovalığı, Acınohur, Ceyrançöl, alçaqdağlı və Naxçıvan arazboyu düzənlikləri xarakterlikdir. Həmin əraziləri göstərmək istəyirəm mən sizə buradan. Deməli, Samur Dəvəçi ovalığı baxın, açıq belə narıncı rəng deyim, hansı deyim? Bu rəngdə olan ərazilər Abşeron, Qobustandır, Samur Dəvəçidir yuxarıda. Bax, bura Küraraz ovalıqdır bütövlükdə. Arazboy düzənliklərdir. Eyni zamanda Naxçıvandakı arazboy düzənliklər. Bura orta arazdır. Bura aşağı arazboy düzənliklərdir. Bura Acınohur, Ceyrançöl düzənliklərdir. Bax, bunlar hamısı yarım səhra quru çöl iqliminə aiddir. Sadəcə olaraq Naxçıvanın yarım səhrası digərlərindən fərqli olaraq qışı sərt soyuq keçən yarım səhradır. Amma digərləri olan bu ərazilər qışı mülayim yarım səhra iqlim tipinə aiddir. Deməli 600-800 metr hündürlüyə qədər yayılmışdı. Dediyimiz kimi Abşeron
Küraraz, Samurda və Acnahur, Ceyrançöl və Naxçıvan arazboyu düzənlikləri daxildir. Ölkə ərazisinin təxminən 50% bu iqlim tipinin payına düşür. Yay ayları isti, quru, qış isə mülayim keçir, bir dənə Naxçıvandan başqa. Orta illik miqdardakı yağıntının miqdarı çox azdır. Bu da Şirvan düzünün iqlim diaqramıdır. Gördüyünüz kimi temperatur yayda çoxdur və eyni zamanda yayda yağıntı azalır. Temperatur çoxalır, amma yağıntı azalır. Eyni zamanda Bakıda da bu qaydadadır. Yalnız Şirvan düzündə deyil. Daha sonra bu da Şirvan düzünün təsviri, qupquru çöllərdir gördüyünüz kimi. Burada keçdi ikinci mülayim isti, ən gözəl iqlim tipi deyərdim. Mülayim isti iqlim, deməli Böyük və Kiçik Qafqaz, Talış dağları, Lənkəran ovalığı və Qanıq Ərçay vadiləri üçün xarakterlikdir. Ölkə ərazisinin 30%-i məhz bu iqlimdədir. Deməli, ölkə ərazisinin 30%-ni yadımızda saxlayırıq mülayim istidə. Böyük Kiçik Qafqaz və Talış dağları, eyni zamanda Lənkəran və Qanıq Ərçay vadisi üçün xarakterli. Gəlin bu ərazilərdə göstərim sizin üçün. Baxın, bu sarı açıq rəngdə olandır. Bura Qanıq Ərçaydır. Bax, burada Lənkəran ovalığıdır, Talış dağlarıdır həmçinin. Bir də Kiçik Qafqazın və Böyük Qafqazın şimal-şərq və cənub-şərq ətəklərində, bax bu alçaq dağlıqda daha çox yaranıbdır. Daha doğrusu orta dağlıqda mülayim isti iqlim yayılıbdır və mülayim isti iqlim ərazimizin 30%-ni təşkil edir. Onun da içərisində müxtəlif iqlim yarım tipləri var. Amma siz yarım tiplərlə öyrənmirsiniz. Məsəl üçün bir şey xatırladım. Tutaq ki, Qanıq Ərçay mülayim istidir, amma qışı quraq keçən mülayim isti iqlimdir. Amma Lənkəran, Talış dağları yayı quraq keçən mülayim isti iqlimə düşür və yaxud da yağıntıları bərabər paylanan mülayim isti iqlimdə var Talış dağlarında. Kiçik Qafqazdakılar ancaq hamısı qışı quraq keçən mülayim isti iqlimdir. Böyük Qafqazda da hər ikisindən var. Həm qışı quraq keçən mülayim isti iqlim, həm yayı quraq keçən, həm də bol yağıntılı mülayim isti iqlim var. Burada göründüyü kimi uşaqlar göstərir. Deyir ki, Azərbaycanın ən çox yağıntı Lənkəran ovalında, Lənkəran şəhərində Gəgiran kəndinə düşür. Bu iqlim tipində yerləşir. Sırf deməli mülayim isti iqlimdə düşür. Deməli 2763 mm indiyə qədər ən çox yağıntı bura düşübdür bu arada. Bu da Göygöl rayonunun iqlim diaqramıdır. İqlim qrafikidir. Çox gözəl ərazidir. İnanıram ki, olmusunuz oralarda, Göygöldə, Maral göldə. Soyuq iqlimə baxaq. Ölkəmizin əsasən 1400-2700 metr hündürlüklərində olan orta və yüksək dağlıq ərazilər üçün xarakterlikdir. Yay ayları sərin, qış isə soyuq keçir. Yay sərindir, qış soyuqdur. Qışda ora getmək olmaz, daha çox soyuq olur. Ona görə yay ayları mükəmməldir dağlıq ərazilər. Bu da iqlim diaqramıdır uşaqlar. Həmin meşələr üçün, meşədən yuxarıda subab çəmənliklərdir daha doğrusu. Bax, bu ərazilər üçün bu da Şahbuz rayonunun iqlim diaqramıdır. Göründüyü kimi, baxın, qış aylarında temperatur hətta mənfiyə belə düşür. Yayda isə temperatur 25 dərəcəyə yaxındır. Yağıntılar yenə qış aylarında daha çox düşür. Yayda o qədər də yağış düşmür. Və nəhayət dağ tundra iqlimi. Yüksək dağlıq ərazilərdə 2700 metrdən hündür olan ərazilərdə. Bax, bunu mütləq yadımızda saxlayacaq. Burada yay necə keçir? Yay mülayim, qış şaxtalı keçir. Buna görə də dağ zirvələri çox illik qar və buzlaqlarla örtülüdür. Azərbaycanın iqlim şəraiti təbiətin müxtəlifliyinə səbəb olur. Bu, iqtisadiyyatın inkişafına və insanların həyatına müsbət təsir edir. İqlimin müxtəlif olması ölkəmizdə çoxlu sayda təsərrüfat sahələrinin inkişafına səbəb olur. Yəni, məsəl üçün, yay otlağı, qış otlağı, yazlıq, payızlıq, buğda əkini, bostançılıq, tərəvəzçilik, meyvəçilik, hər cür təsərrüfat sahəsinin inkişafına sırf bu iqlimimiz və relyefimiz deməli təsir edir, böyük rol oynayır. Təbii ki, Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir. Həm relyef xüsusiyyətinə görə, həm iqliminə görə, həm coğrafi mövqeyinə görə çox əlverişlidir. Ona görə də tarixən bizim düşmənlərimiz çox olub. Gözləri götürməyib təbii ki. Bizim yerləşdiyimiz ərazinin həmişə paxıllığını bir növ çəkiblər. Nəysə, boş verək dərsimizə, adaptasiya olaq, dərsimizə öyrənək, gözəl balalarım. Hər birinizə orada razı oluram. Gəlin dərsimizin, suallarımızın izahına keçək. Deməli, bugün suallarımız belə olacaq. Deməli, Azərbaycan iqlimindən danışmışdıq. Azərbaycan hansı iqlim qurşaqlarının kəsişdiyi yerdə yerləşir? Kitabda da onu göstərdim sizə yerini və dedim, diqqətli olun. Azərbaycan iqlim xəritəsinə əsasən sualları cavablanır. Bu da iqlim xəritəsidir. Azərbaycan, biz bilirik ki, 40 dərəcə, təxmini 40 dərəcə coğrafi enlikdə yerləşir. Yəni, paralelimiz 40 dərəcəli paraleldir. Bakının yerləşdiyi coğrafi koordinatdır bu.
Deməli, quraq və mülayim iqlim qurşaqlarının kəsişməsində yerləşir. Quraq və mülayim iqlim qurşaqlarının hər iki iqlim, yəni tipindən var. Bu da xəritəmiz. Azərbaycanda iqlim tiplərinin müxtəlifliyi hansı amillər? Bayaqda xüsusilə çatdırdım sizə ki, iqlim tiplərinin müxtəlifliyi relyefdən asılıdır, Xəzər dənizinin təsirinə və əraziyə daxil olan hava kütlələrindən asılıdır. Ölkədə iqlim tipləri onların yayıldığı sahənin azalma ardıcıllığı, hətta faizlə deyək, yarımsəhra quruçöl ən çox sahəni tutur, ölkəmizin yarısını, 50%, mülayim isti iqlim 30%, soyuq iqlim 17% və dağ tundra 3% təşkil edir. B qrafikinə əsasən sualları cavablandırın. Xəritədə Şirvan düzünün iqlimini istəyir bizdən. Şirvan düzündə yarımsəhra və quruçöl iqlim tipi yayılmışdır. Düzənlik ərazilərdə nisbi rütubətlilik hansı fəsillərdə yüksək olur? Düzənliklərdə rütubətlilik qış və qismən payızı, yəni soyuq havalarda daha çox yağıntı düşür düzənliklərdə. Eləcə də Abşeron Qobustanda, məsəl üçün bizdə. B şəklindəki təbiət mənzərəsi hansı ərazilərdə yayılmışdır? Yarımsəhra quruçöl iqlimi olan bütün ərazilərdə belə təbiəti müşahidə etmək olar. Məsələn, Küraraz ovalığı, bayaq göstərdiyim yarımsəhra harda var idi? Samurda, Vəçidə, Abşeron Qobustanda, Acınhurda, Ceyrançöldə, Naxçıvan Arazboy düzənliklərində də təbiət məhz belədir. C və D qrafiklərinə əsasən mətnə əsasən sualları cavablandırın. Mülayim isti və soyuq iqlimi bir-birlərini müqayisə edin. D qrafikinə qış ayı üçün orta illik temperatur C qrafikinə nisbətən daha aşağıdır. Yay ayı üçün isə yüksəkdir. C qrafikinə əsasən yağıntılar əsasən yazda, D-də isə qış və yaz aylarında düşür. Qrafikə görə hansı rayona daha çox yağıntı düşür? Qrafikə görə illik yağıntının miqdarı Göygöl rayonunda çox, Şahbuzda isə azdır. Amma Azərbaycanda ən çox yağıntı hara düşürdü? Lənkəranda, Gəgiran kəndinə. Sizcə yayı soyuq, qışı isə şaxtalı keçən iqlim tipində əsasən hansı növ yağıntı müşahidə edilir? Təbii ki, yay soyuq və qış şaxtalıdırsa, bura dağ tundra iqlimidir. Və 2700 metrdən hündürdə olduğu üçün bu ərazilərdə qış aylarında yağıntılar əsasən qar şəklində təbii ki düşür. İzahı da çox sadə. Y şəklinə əsasən sualları cavablandırın. Hündürlükdən asılı olaraq iqlim tiplərinə aid nələr dəyişir? Deməli, şəkillərdə hündürlük artdıqca təbii mənzərədə dəyişməsinə səbəb olur. Siz belə deyə bilərsiniz. Dəyişiklik nəyin sayəsində baş verir? Dəyişiklik təbii ki, bu ərazidəki temperatur, rütubətlik və yağıntıların asılıdır. İqlimin müxtəlifliyi ilə bitki örtüyü arasında hansı əlaqə var? Hər bir iqlim tipinin özünə məxsus temperaturu, yağıntısı, rütubətliliyi var. Temperatur, təzyiq, rütubət biz bilirik ki, iqlim göstəriciləri idi, əsas elementlər idi. Temperatur və yağıntının artıb azalması nəticəsində bitki örtüyündə müxtəlifliyi artır. Nə qədər çox yağıntı düşərsə, canlı olar, canlılar aləmi daha çox zənginləşər. Yağıntı az olan ərazilərdə, çox quraq ərazilərdə təbii ki, bitki heyvanlar aləmi çox kasıb olar. Öz fikirlərinizlə çalışın, yazın bunları. Konspekt şəklində götürüb hamısını köçürməyin. Anlayın, dərk eləyin. Onsuz ki, demək olar ki, hamısının cavabı kitabınızda var. Və kitabı izah etdikdən sonra çalışın, sualların cavablarını özünüz verin. Bilmədiyiniz halda videonun davamındakı bu izahlara baxın. Sizdən artıq dərəcədə xahiş edirəm ki, özünüzü aldatmayın. Siz müəllimi yox, özünüzü aldatmış olursunuz. Və mən bu videoları çəkməkdə sizə pislik yox, əksinə yaxşılıq eləmək istəyirəm. İnanıram ki, məqsədimi anlayırsınız. Temperatur, yağıntının artıb azalması bitki örtüyündə müxtəlifliyinə səbəb olur. Bitki örtüyünün zənginliyi, istilim və bol yağıntının təsiri ilə əmələ gəlir. Nəhayət, demək olar ki, bəli, sonuncu dərsdir. Sonuncu sualdır daha doğrusu. Sizcə Azərbaycan quraq və mülayim deyil, tropik iqlim qurşağında yerləşmiş olsaydı, ümumi mənzərə necə dəyişərdi? Təbii ki, ekvatorial iqlim qurşağında yerləşmiş olsaydı, tropik iqlim qurşağı, yəni ekvatorialdır. Ekvatorial iqlim qurşağında onu silin. Tropik iqlim qurşağında yerləşmiş olsaydı, ərazi təbii ki, cəngəlliklər, sıx meşələr, meşələrlə örtülmüş olardı və isti və yağıntı, yəni istilik rütubətin miqdarı isə indiki ərazimizdən 10 dəfə çox olardı. Düşünün, bir cəngəllikdə yaşayırıq və Azərbaycan başdan başa meşələrlə örtülü olsaydı nələr baş verərdi? Çox maraqlı olardı, amma həddindən artıq çox bataqlıqlar olardı. Bu sözü də əlavə edə bilərsiniz. Həddindən artıq çox yağış yağdığı üçün heyvanlar, bitkilər aləmi çox olsa da ərazi bataqlıqlaşardı. Çünki buxarlama qabiliyyəti azalır, yağıntının miqdarı isə çoxalır. Ona görə də yağan yağıntının hamısı buxarlamaya getmək üçün yerdə qalır, torpaqda qalır və bu da ərazinin bataqlıqlaşmasına səbəb olur. Çünki tropik iqlimdə, yəni ekvatorialda o qədər rütubətlidir ki, heyvanlar aləmi belə, heyvanlar belə ağaclarda demişdik ki, yaşayır, torpağa
ayaq basmalı deyil. O dərəcədə rütubətli və bataqlıqlaşmış ərazilərdir. Belə, cəngəlliyi qoyaq kənara, öz ölkəmizə qayıdaq. Heç nə istəmirik, öz ölkəmizi istəyirik. Nə cəngəllik olmasın, nə səhra olmasın, nə də başqa bir şey. Elə tropik və mülayim iqlim qurşaqlarında yerləşək bəsimizdir. Hər birinizə uğurlar arzulayıram. Gələn dərsimizdə görüşərik.